بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطيبين الطاهرين ولعن الدائم على أعدائهم أجمعين. Deməli, qardaşlar, qarşıma belə bir video çıxıb. Vəhhabilərdən biri demək YouTube kanalına bir video yerləşdirib. Demək, video başlığı bundan ibarətdir ki, biz İmam Hüseyni aleyhisselam sevirik. Dinləyək Vəhhabinin səs yazısını. Sual verən soruşur ki, mən əhlüsünnəyəm, qardaş şiyə mənə deyir ki, sizlər İmam Hüseynə inanmırsınız. Mən nə cavab verim ona? Sən ona heç bir cavab vermə, qardaş. Sən ona nəyisə başa salmağa, nəyisə ona inandırmağa məcburiyyət qarşısında deyilsən. Elhamdülillah ki, əhlüsünnə Həzrət Həsəni də, Həsən Hüseyni də onlardan daha çox sevir. Onların iddia etdikləri kimi biz Həsəni Hüseyni sevirik. Demək, bu məlun kəsin səs yazısını dinlədiniz. Adam nə deyir? Gördüyünüz kimi videonun başlığından görünür ki, İmam Hüseyni sevirik, amma ilahlaşdırmır. Bəli, kim ki İmam Hüseyn əleyhissalamı ilahlaşdırır, Allah göstərir, lənət eləsin. Əbədən. İndi biz diqqət eləyək ki, bu insan necə yalancı, necə ikiyüzlü, necə münafiq bir adamdır. Gördüyünüz kimi adamın iddiası nədir? Adam deyir ki, biz İmam Hüseyn əleyhissalamı sevirik. Yaxşı. Sən dedin, biz də inandıq. Sevirsiniz, laf yaxşı. Zaten İmam Hüseyni sevmək imandandır. İmanın cüzlərindən bir cüzdür. Diqqət edin. Şiələr bizim qardaşlara deyir ki, siz demişsiniz ki, Yezdə Rəhmanullah demək müstəhəbdir. Bəs sizin o səs yazın gətirilər. Yəni Yezdə Rəhmanullah. Ben deməmişəm, bəzi alimlər deyir, bir, ikinci, nə var ki, burada Yezdə Rəhmanullah. Yezdə kafir deməli yox. Yezdə müsəlmandır, satı zalim olub, qiyamət günü özü cavab verəcək. Hə, deməli adam nə deyir? Bu ikinci məlundur. Bu məlun da deyir ki, Yezdə Rahiməhullah demək olar da, nə var ki, burada Yezdə müsəlmandır. Tamam. Necə ola bilər ki, həm İmam Hüseyni sevəsən, həm də İmam Hüseynin qatilini sevəsən? Yəni bu necə mümkündür? Adam, az öncə göstərdim səsi, adam iddia edir ki, biz İmam Hüseyni sevirik. Yaxşı, İmam Hüseyni sevirsiniz, sevin. Necə ola bilər ki, həm İmam Hüseyni sevəsiniz, həm də İmam Hüseynin qatilini sevir? Bu qeyri-mümkündür. Allah Azza və Cəllə öz mübarək kitabında buyurur ki, Allah heç kimin sinəsində iki qəlb yaratmamışdır. Və Allah Təbarək və Təalanın bu mübarək kəlamının təfsirində İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, mənası budur ki, yəni haqla batil bir qəlbdə ola bilməz. Bir-birinə zidd bir şeylərdir. Diqqət elədiyimiz kimi adam dedi ki, biz İmam Hüseyni sevirik. Bu adamın şeyxi də dedi ki, Yezdə Rahiməhullah demək olar. İndi baxaq görək bu adam Yezdə Rahiməhullah deyən kəs haqqında nə deyir? Bizdə də bir kimsənin sünnəni sevər, sünnətə bağlı olduğunu bilmək istəyirsən, də ki, onda sən qaməti sevirsən, yoxsa yox. Onun cavabı ilə sənə aydın olacaq ki, o insan sünnəti sevəndir, yoxsa yox. Peyğəmbər s.ə.v ki, onu sevəndir, yoxsa yox. Ya əli ilə belə işarə edəcək sənə, eşki, və ağzına əyəcək, ya nəsə deyəcəksə, bil ki, nə ki, o insan artıq qəlbində şübhə var. Deməli, deyir, bir kəsə sual verir ki, qaməti sevirsən, desək ki, sevirəm, bil ki, sünnəni sevir. Desək ki, sevmirəm, bil ki, onun imanında bir problem var. Yəni, bu insan gördüyünüz kimi açıq-aşkar münafiqdir. Və diqqət edin, bu insanlar kimə qarşı cürət edirlər? İmam Hüseyin aleyhisselamə. Kimdir İmam Hüseyin? Sadəcə bir dəryadan sanki bir zərrə göstərəcəm sizlər üçün. Deməli, Əhməd ibn Həmbəlin Fəzailus Sahabə kitabı 2-ci cild səhifə 778, hədis nömrəsi 1380. Müəssisətü Risalədə Beyrutda çap olunub. Deməli, hədisin isnadı səhihdir. İsnadında heç bir problem yoxdur. İsnadu sahih. İsnadı səhihdir. Gördüyünüz kimi Fəzailus Sahabə Əhməd ibn Həmbəl ki, Vəhhabilərin böyük şeyxlərindəndir. Demək, İbn Abbasdan belə nəql olunur ki, İbn Abbas deyir ki, günorta vaxtı yuxuda Peyğəmbəri sallallahu aleyhi və səlləmi saçı pırtlaşıq və toz torpaqlı halda gördüm. Bu zaman onun əlində içində qan olan şüşə bir qab var idi. Və o bu qanı toplayırdı və ya orada bir şey axtarırdı. Dedim, ey Allahın Rəsulu, bu nədir? Buyurdu ki, bu Hüseynin və əshabının qanıdır. Bu gündən bəri onu toplayıram. Əmmar deyir ki, həmən günü yadda saxladıq, sonradan gördük ki, Hüseyn aleyhissalam həmən gün qətlə yetirilib. Ki, bunu Əmmar deyir. Ki, görürsünüz, Həzrəti Peyğəmbər hansı hallara düşüb.
Həmən bu hədisi yenə Əhməd ibn Əbu Bəkir Əl-Buseyri İthaful Xayaratul Məhərə kitabında 7-ci cild səhifə 238-də rəvayət eləmişdir. Həmçinin Sünnən İbn Məcədə demək Peyğəmbər əleyhissalatu vesselamdan səhih sənədlə, səhih isnadla. Deməli bir gün Peyğəmbər yeməyə dəvət edilmişdi. Biz Peyğəmbərlə birlikdə qonaqlığa gedərkən yolda Hüseynin küçədə oynadığını gördük. Peyğəmbər əllərini açıb ona tərəf getdi. Balaca Hüseyn ora-bura qaçır, Peyğəmbər də gülə-gülə onu tutmağa çalışırdı. Nəhayət Peyğəmbər onu yaxaladı. Bir əli ilə çənəsinin altından, bir əli də başının üstündən tutub onu öpdü. Sonra dedi: "Hüseyn məndəndir, mən də Hüseynnənəm. Hüseyni sevəni Allah sevsin. Hüseyn nəvələrdən bir nəvədir. Biz Əli ibn Muhammed və Bəki də Süfyandan" deyir, nəql etmişdir, rəvayət etmişdir. Ki Peyğəmbərin belə dediyi bir kəs. Ki bu adam da demək yenə də Muhammed ibn Abdurrahman Əl-Mübarəkfuri Tuhfətul Əhvazi bi Şərhil Cami'ut Tirmizi. Demək 10-cu cild səhifə 190-da Darul Fikir Beyrutda. Deyir, Hüseyn məndəndir, mən də Hüseynnənəm. Deyir, Qazi demişdir, sanki Peyğəmbər vəhiy nuru ilə Hüseynin başına gələnləri görmüşdür. Buna görə də onun barəsində bu sözü buyurmuş və məhəbbətin vacibliyi, eləcə də təcavüz və döyüşün qadağanlığı məsələlərini Hüseynlə özünün eyni statusa malik olduğunu bildirmişdir. Sonra isə sözünü bu cümlə ilə vurğulamışdır, deyir. Hüseyni sevəni Allah sevsin. Çünki Hüseyni sevmək Peyğəmbəri sevməkdir. Peyğəmbəri sevmək də Allah sevməkdir. Hüseyn sibtlərdən bir sibtdir. Yəni nəvələrdən bir nəvədir. Ən-Nihayyə kitabının müəllifi deyir ki, burada sibt nəvə deyərkən ümmət mənası nəzərdə tutulmuşdur. Yəni Hüseyn xeyir işlərdə özü bir ümmətdir. İshaq ibn İbrahim Əl-Xəlilin övladları arasında, nəvələr İsmail övladları arasında qəbiləyə bərabərdir. Yəni bu Əhl-i-Sünnət aliminin şərhidir. Gördüyünüz kimi Peyğəmbərin belə dediyi bir kəsin qatili haqqında, onu şəhid edən kəslər haqqında bu adamlar nə deyir? Diqqət edin. Şiələr bizim qardaşlara deyir ki, siz demişsiniz ki, Yezrə rəhməlullah demək müstəhəbdir. Bəsin o təşrəfini gətirənlər. Yəni Yezrə rəhməlullah. Mən deməmişəm, bəzi alimlər deyir, bir, ikinci nə var ki, orada Yezid rəhməlullah olsun. Yezid kafir deməli yox. Yezid müsəlman. Allah sənə lənət eləsin. Allah sənin, yəni diqqət edin, görürsünüz də bu insan zaten kəlmələrindən məlum olur ki, bu insanın qəlbində zərrə qədər İmam Hüseynə sevgi yoxdur. Allah təbarək və təala bizə Əhl-i Beytdən, Qurandan ayrı salmasın inşallah. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.